Salam, hörmətli müdavimlər. İndi isə MİQ çərçivə sənədinə yeni əlavə olunmuş Qanlıdaş əfsanəsi haqqında danışaq. Qanlıdaş əfsanəsinə keçməmişdən əvvəl bildirmək istərdim ki, əfsanə haqqında folklorun qədim janrlarından olan əfsanələrdə ağla sığmaz, möcüzəli, fantastik, səciyyəli, qeyri-adi hadisələrdən söz açılır. İnsanın daşa, heyvana çevrilməsi, dağların, güllərin dil açıb danışması və s. əfsanələri digər epik əsərlərdən fərqləndirən səciyyəvi cəhətlərdəndir. Əfsanələrdə müxtəlif planetlər, əşyalar, heyvan və quşlar insana xas olan əlamətlərə malik olur. Əfsanələrin müxtəlif növləri var. Heyvan və quş adları ilə bağlı olan əfsanələr bilirik ki, zoonomik əfsanələr, yer adları ilə bağlı əfsanələr toponimik, tayfa, xalq, nəsil adları ilə bağlı əfsanələr etnonimik, səma cisimləri haqqında əfsanələr isə kosmogonik əfsanələr adlanır. Qanlıdaş əfsanəsi isə yer adları ilə bağlı əfsanələr, yəni toponimik əfsanələr sırasına daxildir. Gəlin keçək Qanlıdaş əfsanəsinə. Yenə Şirvanın qanlı qadalı günləri başlamışdı. Yağı ölkəyə hücum keçmişdi. Onlar yavaş-yavaş Şamaxıya yaxınlaşırdılar. Kölanı obasının ərənləri bir yerə toplaşdılar. Dəmirdağı özlərinə igidbaşı təyin etdilər. Ərənlər dağlara çəkildilər. Düşmən Kölanı obasından bir qədər aralıda düşərgə salmışdı. Qoşun neçə vaxt idi ki, yol gəlirdi. Tamam əldən düşmüşdü. Düşmən sərkərdəsi bilirdi ki, Şamaxı qalasını almaq asan olmayacaq. Mütləq yorğun qoşuna 3-4 gün istirahət vermək lazımdır. Dəmirdağın igidləri axşamdan biraz keçən kimi qəfildən düşmən çadırlarına hücum edir. Onları dincəlməyə qoymur, neçə döyüşçülərini məhv etdirdilər. Dəmirdağ el arasında təkcə gücü ilə deyil, düzdüyü bayatılarla da ad çıxarmışdı. Kölanı elim mənim, arxamda selim mənim. Dirikən qibləgahım, ölərsəm görün mənim. Dəmirdağla elin ağıllı, kəmallı, gözəli olan sona əhd-peyman bağlamışdılar. Yazın sonu, yayın əvvəlində istəklərinə qovuşacaqdılar. Görüş yerləri də ciyürlü meşənin tən ortasında, sıldırım qayanın ətəyindəki çapıq daşın yanı idi. İlk ət-peymanlarının şahidi bir çapıq daş, bir də lalələr olmuşdu. Bir axşam Dəmirdağın şir ürəkli igidləri yenə düşmən düşərgəsinə qəfildən hücum etdilər. Orduya çaxnaşma düşdü. Çaşbaş qalan düşmən əskərləri onların qarşısında yarpaq kimiəsirdilər. Dəmirdağgil düşmənin 2 seçmə pəhləvanını da özləri ilə apara bildilər. Bundan xəbər tutan düşmən sərkərdəsi hirsindən zəncir gəmirirdi. Şeypur çalındı, qoşun ayağa qalxdı, əmr verildi. Bütün Kölanı obasının qocasını, uşağını, qız gəlinini meydana cəm edin. Cəmaat meydana toplaşandan sonra sərkərdə dedi: Əgər Dəmirdağın və onun yoldaşlarının yerini göstərməsəniz, hamınızı qılıncdan keçirəcəm. Hamı başını aşağı saldı, sükutu sona pozdu. İzin verin, mən qoşunu Dəmirdağgil olan yerə aparım. İnsanları heyrət bürüdü. Sona qoşunun qabağına düşdü. Onu meşənin dərinliyinə apardı. Qız meşəyə, ildırım qayalara bələd olmayan yağını günortadan keçənə qədər orada, meşənin içərisində dolandırdı. Dəmirdağın igidləri isə düşmən qoşununu qarabaqara izləyirdilər. Sonra düşmən qoşununu meşənin qurtaracağındakı sıldırım qayanın başına gətirdi. Sıldırımın ayağındakı çapıq daşı göstərib dedi: Bax, Dəmirdağın yerini o daşdan soruşun deyib özünü qayadan atdı. Yağı çaşbaş qaldı. Elə bu vaxt Dəmirdağın igidləri düşmən qoşununa hər tərəfdən zərbələr endirdilər. Dağa, meşəyə nabələd olan yağı təslim oldu. Dəmirdağ sonanı axtardı, tapa bilmədi. Nəhayət çapıq daşın yanında qanına qatan olan qızı tapdı. Onun gül üzü solmuş, rəngi ağarmışdı. Dəmirdağ sonanı lalələrin arasından qaldırdı. Artıq gec idi. Sona bircə dəfə kirpiklərini qaldırıb gülümsədi. Dəmirdağın fəryadından dağlarda səda qopdu. Lalələr titrədi, daşlar insan kimi inildədi. Sonanın qanına boyanan çapıq daş silkələndi. Burada çoxlu mübaliğədən istifadə olunubdu. Çox keçmədi ki, bu igidin fəryadı bayatılara hopdu. Ellərə, obalara yayıldı. Mən aşiqəm qanlı daş, qanlı qaya, qanlı daş. Düşmən yağı düşməndir, niyə oldun qanlı daş? O gündən çapıq daş xalq arasında nakam məhəbbətin şahidi kimi qanlı daş adlanmağa başladı.